Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Ülfət müəllim Şəxəliyev. Bu günləri sizlər üçün liseylərə qəbul 5-ci sinif imtahanının riyaziyyat suallarını izahatını verəcəm. İnşallah ki, sizlər üçün xeyirli və faydalı olar. Bildiyiniz kimi suallar hər bir tələbədə eyni idi və biz başlayaq sualların izahatına. Birinci başlayaq 21-ci sualdan. 21-ci sualda uşaqlar bizə bildirilir ki, n bölünsün 16, n bölünsün 12 və n bölünsün 15 ifadələri natural ədədlər olarsa, n-in ən kiçik qiymətinin rəqəmlər cəmini tap. Uşaqlar, bu sual əsaslanır əkob məsələsinə. Siz 16, 12 və 15-in əkobunu tapmalısınız. Elə bir rəqəm tapmalısınız ki, həm 16-ya, həm 12-yə, həm 15-ə bölünsün. Bunun üçün eynirik 16-nın sadə vuruqlarını yazırıq. 16-nın sadə vuruqları, sonra 12-nin sadə vuruqlarını yazırıq. Ondan sonra 15-in sadə vuruqlarını yazırıq. Bunların əkoblarını tapanda necə tapırıq? Yazaq burada əkob 16, 12, 15. Sadə tapmaq üçün birincinin bütün vuruqlarını yazırıq. 16-nın bütün vuruqlarını götürdük. 12-nin burada olmayan vuruqlarını, yəni 3-ü, 15-in burada olmayan vuruqlarını, yəni 5-i. Bu da bizə verir nə qədər? Bu da bizə verir 16 vurulsun 15. Yəni bu da bizə cavab verir 240. Deməli, n nəyə bərabərdir? N bərabərdir uşaqlar 240-a. İndi 240-ın da biz rəqəmlər cəmini hesablasaq nə alarıq? 2, 4, 0. Nə verəcək rəqəmlər cəmi? 6. Cavab olur nə? Cavab olur 21-də A variantı. İndi baxaq nəyə? İndi baxaq 22-ci suala. 22-ci sualda nə deyir bizə? 22-ci sualda bizə bildirir ki, şəkildə A 60 manata, B 80 manat olan firma köynəkləri göstərilirdi. 2 dənə köynək göstərir. Birinci köynəyin qiyməti 60 manatdır, A firmasıdır. İkinci köynəyin qiyməti isə 80 manatdır. Bu da B firmasıdır. Bizə deyir ki, A firması köynəyin satışından 40% zərər edir. 40% zərər edirsə, yəni bu A firmasıdır, firma A. Bu da firma B. Əgər 40% zərər edirsə, gəlin belə baxaq. 60-ın 40% zərəri nə qədərdir? 60-dan çıxıram nəyə? 60-ın 40%-ni. Yəni 60 çıx, 60 vur 40 bölü 100. Bu da bizə verir nə? 60 çıx 24. Bizə verəcək nə qədər? 36. Deməli 36 manata satılır bu köynək. Bundan sonra digəri isə 80 manatdır, 20% qazancdır. Yəni 80 üstə gəlinə 80 20%-dir. Yəni 80 vur 20 bölü 100. Bu da bizə nə verəcək? Bu da bizə verəcək 80 üstə gəl 16. Yəni 96 manat satılır. Ümumilikdə bu köynəklər satılanda 80 üstə gəl 60 nə qədər eləyir? Eləyir 140 manat, hə? Amma burada satılanda 36 ilə 96 nə qədər eləyəcək bunların cəmi? Bunların cəmi eləyir 12 1 132 manat. Deyir ki, neçə manat zərər eləyəcəklər? Nə qədər zərər eləyəcəklər axırda? Bunu tapmaq üçün nə edərik? 140-dan 132-ni çıxırıq, alırıq nə qədər? 8 manat. Deməli 8 manat zərər olacaq. Cavab eləyir nə? Cavab eləyir uşaqlar A variantı. Bundan sonra baxırıq 23-cü suala. 23-cü sualda nə deyir? Deyir ki, əbob AB bərabərdir 1-ə. Deyir ki, əkob AB bərabərdir 24-ə. Deyir, A üstə gəl B-ni tap. Uşaqlar, deyir, bunun ala biləcək ən böyük qiyməti tap. Biz bilirik ki, əbob nə vaxt 1-ə bərabər olur? Qarşılıqlı sadə ədədlər olanda. Əkob nə vaxt 24 oldu? Yəni, bunlar qarşılıqlı sadə ədədlərsə, əkob bunların hasilinə bərabərdir. Deməli, bunlar elə ədədlərdir ki, həm qarşılıqlı sadə ədədlər, həm də hasilləri 24-dür. Bunun mümkün halları nədir? Bunun mümkün halları ola bilsin ki, 3-8-də ola bilər. 4-6 olmaz, çünki 4-6 nə bu 1 vermir. 3-8 ola bilər. Və ola bilər nə? Və ola bilər, deməli, 1 ilə 24. Bizdən nəyi soruşur? Cəmin ən böyük qiymətini. Cəmin ən böyük qiyməti burada 11 verir, burada nəsə verir? Burada 25 verir. Deməli, cavab nə olacaq onda? Cavab olacaq 25. Yəni nə? D variantı olacaq uşaqlar burada da cavabımız. İndi bundan sonra burada bizim ağ yerimiz var, vərəqi israf eləməyək. Buradan baxaq 24-cü suala. 24-cü sualda. Deyir ki, fərqli uzunluqlarda 2 taxta parçası verilib. Usta hər 2 taxtanı eyni uzunluqda hissələrə bölmək istəyir. Usta ən az neçə taxta parçası əldə edə bilər? Bax, 180-dır, digəri də 225-dir. Deyir, bunları elə hissələrə bölmək, az sayda bölmək istəyir. Deyir, hansı hissələrə böləcək? Ən az sayda böləcək. Ən az sayda bölmək üçün bunların hər birini eləməlidir. Elə bir dənə ədədə bölməlidir ki, burada rəqəmlər balaca düşsün. Yəni, bunların hər birinin əbobunu tapmaq lazımdır. 180 ilə 225-in əbobu uşaqlar 45-dir. Yəni, 180 özü 45 vur, deməli 4-dür. 225 də 45 vur 5-dir. Bunun hər birini 45-ə bölsə, yəni 180 cm-lik 45-45 hissələrə bölsə,
Buradan alır 4 dənə taxta parçası. Buradan da alacaq 5 dənə taxta parçası. Onda bunları neynəsəm, toplasa neçə dənə taxta parçası eləyir cəmi? 9 dənə taxta parçası eləyir. Cavab eləyir nə uşaqlar? Cavab eləyir nə? B variantı. Yəni mütləq şəkildə bu da bizim yadımızda qalsın. Bundan sonra baxıram nəyə? Baxıram burada 25-ci sual. Hani 25-ci sualda. Deməli, 25-ci sualda nə deyir? 25-ci sualda deyir ki, qardaş, bu anar iki ağac arasındakı məsafə 20 addımdan gedir. 20 addıma gedir. Onun bir addımını tap. Ağaclar arasındakı məsafə 12,2 metrdir uşaqlar. Elədir. Bu anarın da 20 addım atıb ağaclar arasındakı məsafəni. Deməli, nə etməliyik biz? Metri bölərik nə? Addımların sayına. 12,2 metr nə deməkdir? Yəni 12,5 metr deməkdir. Biz 12,5 metri bölürük 20-yə. Bunu belə bilmirik. Neyini ona görə? Vuracağıq 10'a. Alırıq 125 böl 200. 25'i ixtisar aparanda alıram 8'də nə? 8'də 5. Baxıram 8'də 5 hansı variantdadır? A variantında. Deməli cavab edir nə? 25'in sonuna cavab edir uşaqlar. A variantı. Bundan sonra keçdik bu bir səhifəyə. Buradan mən qeydlər aparaq. Deməli deyir ki, aşağıda bu sual biraz qəliz sualdır. Amma bunu da həll eləmək olar, yazmaq olardı. Deməli nədir məsələ? Deyir ki, bir usta bir stol və bir stulu deməli 6 dənəsini 20 günə düzəldir. Bax 6 ədəd 20 gün. 6 ədəd 20 günə düzəldirsə, hələ bir dənə fikirləşək. Bir ədədi neçə günə düzəldəcək? Bir ədəd olur 20 böl 6 gün, elə deyil. Bu usta idi. Usta. İndi bunun tələbəsi var. Tələbədir deyəsən, hə? Yəqin ki, tələbə idi, fəhlə idi. Tələbə. Tələbəsi isə 4 dənəsini, 4 ədədini düzəldir neçə günə? 4 dənəsini düzəldir, qardaş, 25 günə. 4 dənəsi 25 günə düzəldirsə, bunun bir dənəsi neçə günə düzəldəcək? Bir dənəsini düzəldəcək 25 böl 4 günə. Bunu da razılaşdıq. Bunlar birlikdə işləyirlər. Şivə şərtə deyir ki, bunlar birlikdə 138 dənəsi neçə günə düzəldəcəklər? Uşaqlar, birlikdə işləyəndə bu işçi məsələsidir. Birlikdə işləyən düsturumuz vardı bizim. A vur B böl A plus B. Bu düsturba tətbiq eləmək lazımdır. Yəni nə? Yəni kəs xətti çəkəcəksən, yazacaqsan 6-da 20 vurulsun nə? 4-də 25. Və 6-da 20 üstəgəl 4-də 25. Bunu başladan həll eləməyə. Bu da nə verir sənə? Bu sənə verir 24-də 20 vur 25. Digərində bunu həll edirsən. Bunu necə həll edirsən? Məxrəclərini bərabərləşdirirsən. 12-yə gətirirsən. Yazırsan 12'də 40 üstəgəl 75. Bu da bizə nə verəcək? Bu da bizə verəcək nə? Bu da bizə verəcək 20 vur 25 bölü 24. Tabi də burada bölmürəm çünki ixtisar aparacaq. Və məxrəci də tərs çevriləcək. 12 qalxacaq yuxarı. Aşağıda olacaq 115. 40, 75, 115. 12'ni böldük 12'yə. 1, 24'ü böldük 12'yə. Aldıq 2. 115'i böldük 5'ə. Aldıq nə? Aldıq 5'ə. 5'ə böldük. Aldıq 23. 25'i böldük 5'ə. Aldıq 5. Bu bizə nə verdi? Bu bizə verdi 46'da nə? 46'da 100. 46'da 100 aldıq. Bizə neçə, bu deməli onların bir dənə stolu düzəltməyinə sərf olunan zamandır. Bir dəsti. Sənin neçəsi nədir? 138 dənə. Deməli bunu da vurmalısan nəyə? 138'ə. Nə alarsan? 46'dan 138 ixtisar gedir. Burada qalır 3, burada qalır 1. 100'ü də 3'ə vuranda alırsan nə? 300. 300'də hansı variantdadır uşaqlar? C variantında. Deməli cavab olur nə? C variantı. Bu 26-cı sual idi. Burada cavab C variantı elədir. Baxırıq indi nəyə? 27. 27 də bir növ biraz hiləli sualdır. Gərək onda biraz diqqətli olaq. Necə baxacaq o sual uşaqlar? Deməli, Sabir və Malik kiçik kvadratlı əmələ gələn və ümumi sahələri uyğun olaraq 7,5 və 5 olan düzbucaq şəklində lövhələrin bəzi xanalarını rəngləyiblər. Buna görə Sabirin boyadığı ümumi sahə Malikin boyadığı ümumi sahə nə qədər çoxdur? Uşaqlar, birinci Sabir yazaq burada, Sabir. Sabirin kvadratın damaları nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 5. 6'nın 5'ə, yəni 30 dənə dama. 30 dama. 30 damanın sahəsi nə qədər verib? 30 damanın sahəsini verib 7,5 desimetr kvadrat. Bunu bildik. Bu Malikdə nədir vəziyyət? Malikdə neçə damadır? Malikdə 5'in 5'ədir. Yəni 25 damadır. Malikdə 25 damadır qardaş. Və Malikə deyir ki, burada 25 damanın sahəsi də 5 desimetr kvadratdır. Bunları bildik. Hə, bizə nə deyir indi? Bizə deyir ki, Malikin boyadığı ümumi sahədə nə qədər çoxdur? Sabirin boyadığı, Malikin boyadığı nə qədər çoxdur? İndi baxırıq, Sabir neçədən nəsini rəngləyib? Sabirin rənglədiyi damaları sayıram. 2, 4, 6, 8, 10, 11 dənə. Sabir 11 dənə dama rəngləyib. Sabir 11 dənə dama rəngləyibsə, yazıram onda. 30 dənəsi 7,5'ə bərabərdirsə, 11 dənəsi nədir? X-dir. Onda baxım, görüm Sabir neçə dama rəngləyib tənasüblə. 11'i vururam 7,5'ə, bölürəm 30'a. Bu da mənə nə verəcək?
5'ə bölsəm alaram 6, 5'ə bölsəm alaram nə? Alaram 1,5. Bu da verir nə? Bu da verir 11 vur 1,5 bölü 6. Buna hələ dəyməyəm. Bu formada da qalsın. İndi gəlin malikinkini tapaq. Malikdə vəziyyət nədir? Malikdə də neçə rəynəlib? 2, 4, 6, 8, 9 dənə. Malikdə də 25 dənəsi 5-dirsə, 9 dənəsi x-dir. Gedir malikinkini tapmağa. X bərabər olur nəyə onda uşaqlar? 9'u vururam 5'ə, bölürəm 25'ə. Bu da verir nə? Bu da bizə verir 9 bölünsün 5. Bəli, bu da ixtisar gətirib bizə verir 9 bölünsün 5. İndi məsələ nədir? Buradan bunu çıxmalıyıq. Gəlin bir də indi 11'i vuraq 1,5'ə. 10, 15, 16,5. 16,5 6, 6'da 16,5 belə yazaq. Çıx nə? 5'də 9. Bunlar nə edəcək indi? Məxrəcəni bərabərləşdirmək lazımdır. 30'a gətirirəm. Bunu 5'ə vurdım. Aldım 30, bunu 5'ə vurdım. 16,5'i 5'ə vuranda nə alacağım mən? Alacağım deməli 5, 2, 30, 2, 3 bir dəqiqə. 5'ə vurduq. 16'ın 5'ə vuranda alıram nə? 80. O da 82,5. Aldım 82,5. Çıx nə? Bunu da 6'ya vurduq 30'a gəldi. 6'dan 9'un 54. İndi çıxaq. Qalır 30'da 82,5'in 54 çıxanda nə verir bizə? 82,5'in 54 çıxaq. Gəlin burada çıxaq. 82,5 çıx 54 tam. 5 qaldı burada 2'dən 4'ün 8. Bir dənə borc vermişdi. 7'dən 5'in 2. 28,5 aldıq. Aldıq burada 28,5. İndi nə etmək lazımdır? 28,5'i 30'a bölmək lazımdır. Bu da nə deməkdir? Bu da 285 böl 300 deməkdir ay uşaqlar. 285 böl 300 deməkdir. Yəni ona vurdum. Məxrəcdə sürəti də. Buradan aha göstərək. İndi burada hər tərəfi götürürük. Nəyə ixtisar aparırıq? 5'ə ixtisar aparsaq. Burada olaraq 60. Burada 5'ə bölsək. Deməli 5'ə bölsək 5 dəfə 5'in 25, 35'in içində 57. 60'da 57. 60'da 57. İndi gəl belə eləyək. Burada 10, 15. Gəlin bunu 5'ə ixtisar aparım, yox. Bunu 3'ə ixtisar aparaq. Bunu 3'ə ixtisar aparaq. 300'ü bölə 3'ə alaq 100. 285'i bölə 3'ə alaq 95. Elədir. 285'i 3'ə bölündə 95 edir. Alın %95. Bu da nə deməkdir? 0'dan %95 deməkdir. Cavab eləyir nə? Cavab eləyir burada da C variantı. Cavab burada eləyir C variantı uşaqlar. Bu da 27-ci sualın həlli idi. İndi baxırıq nəyə? İndi baxırıq 28-ə. Kamil kvadrat formasına olan bağı nə edir? Hasarlayır. Deməli nədir burada? 40 dənə. Deməli burada sual nömrəsi necə 28. Deməli nə var burada uşaqlar? Burada bir var, belə taxta parçası var. Bunun uzunluğunu verib 4'də 1. 40 dənə bundan var. Deməli 4'də 1'i vuram 40 alıram nə qədər? Alıram 10 dənə. Bir dənə də belə bu formada olanlar var. Sizdə misal var da test kitabda sizdədir. 29'u da vururam 40'a. Bu da verir nə qədər? Bunlar da ixtisar edir, verir 18 dənə. Deməli bunun bir dənə cərgəsində kvadrat formalıdır da bu. Deməli bir dənə belə cərgəsində 10 plus 18'dir. Yəni nə qədər? Yəni 28. Kvadratdır deyə bu bütün tərəfləri 28'dir. Onda sən nə edirsən? Bunun sahəsini tapmaq üçün 28'i vurursan 28'ə. Bu da sənə nə verəcək? Bu da sənə verəcək 784. Cavab eləyəcək nə? C variantı uşaqlar. Cavab eləyəcək C variantı. Bundan sonra 28'dən sonra gəl 29'a. 29 şifahi suallardan biridir. Nəyə görə? Sənə deyir ki, bir kvadratın perimetri digər kvadratın perimetrlərindən 8 dəfə kiçikdirsə, bu kvadratın sahəsi o kvadratın sahəsi neçə dəfə böyük olur? Uşaqlar yadda saxlayın. Perimetrlər nisbətini kvadratı bərabər olur sahələr nisbətinə. Perimetrlər nisbətinin kvadratı sahələr nisbətinə bərabər olur. Əgər perimetrlər nisbəti 8 isə sahələr nisbəti nə olacaq? 64 olacaq. Cavab olacaq D variantı uşaqlar. Sonra 30-cu sualda deyir, satıcı nahara qədər bütün almaların 3'də 1'ini satdı. 3'də x qədər alma var. 3'də 1'ini satdı. Nə qədər qalıb? 3'də 2 qədər alma qalıb. Deyir, daha sonra 55 kiloqram satdı. Bu 3'də 2 hissəsindən də 55 kiloqram satıb və 11 kiloqram alması qalıb bunun. İndi mən deməli baxıram, 3'də 2 x nəyə bərabər olur? 11 üstə gəl 55'ə, yəni 66'ya. 3'də 2 hissəsi 66-dırsa bu ədəd necə tapacağım? 66'nı vuracağım 3'ə, böləcəm 2'yə. Bu da mənə nə verəcək? Bu da mənə verəcək 99. Cavab eləyir nə? Cavab eləyir uşaqlar D variantı 30'da. Gəldik nəyə? Gəldik burada avtomobil məsələsinə. 31-ci sual. 31-ci sualda bizə deyir ki, avtomobil eyni vaxtda A nöqtəsindən əks istiqamətə hərəkətə düşür. 4 saatdan sonra onların arası məsafə 688-dir. 688 km bölürük 4 yerə. Alırıq nə? 1, 7, 2, 172. 172 deməli bunların hər ikisinin sürətlər zəmində. Elə ki, biri buradan sağa gedir, biri də buradan sola gedir. Əks istiqamətdə sürətlərini toplayırıq. Sən deyir ki, birinin sürəti 88-dir. Maşallah, birinin sürəti 88-dirsə, 170-dən 88 çıxaram. Nə alıram? Alıram 4, 1, burada 84. Cavab edir nə? Cavab edir A variantı. Biraz mən sürətli danışıram, ola bilsin. Mən özüm də təzə gəldim uşaqların imtahanından. Dedim, tez gəlin burada izahlar eləyim sizlər üçün ki,
rahat bir şəkildə sualların cavablarını biləsiniz, öyrənəsiniz, başa düşəsiniz. Gəldi indi 32-ci suala uşaqlar. 32-ci sual. Üçbucağın tərəflərindən biri 12,8 cm-dir. Tərəfinin biri A tərəfi 12,8-3-dür. B tərəfi ikinci tərəfdən və bu ikinci tərəfdən bu qədər böyükdür. İkincidən bu qədər böyükdür. İkinci deməli nədir? İkincidən 4,24-5 qədər böyükdürsə, deməli ikinci nədir? İkinci 12,8-3 çıx nə? 4,24-5-dir. Gəlin birinci bunu həll eləyək. Bu nə verir mənə? Bu mənə verir 12,24-9 çıx 4,24-5. Bu da mənə verir 8,24-4. Bu deməli ikinci tərəf oldu. Üçüncü tərəfdən isə bu qədər kiçikdir. Üçüncü tərəf C tərəf olsun. Üçüncü tərəfdən 3,2 qədər kiçikdirsə, deməli üçüncü tərəf nədir? 12,3-ün üstünə gəlirəm nə? 3,2-ni. Bu da mənə verir nə qədər? Bu da mənə verir 12,24-də 3-ə vurduq 9. Üstə gəl 3,24-də nə? 8-ə vurdum bunu da 16. Bu da mənə verir 15,24-də 25. Bu da nə deməkdir 15,24-də 25? 16,24-də 1 deməkdir uşaqlar. İndi bunun perimetrində. Perimetri nə edəcəm? 12,8-də 3. Üstə gəl 8,24-də 4. Üstə gəl 16,24-də 1. Burada 8,8-də 3 deyil. 8-3-ü yazıram necə yazıram? 24-də 9 kimi. Məxərcəni bərabərləşdirdim. 12, 8 nə qədər edir? 20. Bu da 16, 36. 36,24-də 14. Baxıram 36,24-də 14. Baxırsınız variantlara deyirsiniz ki, ay müəllim bu yoxdur axı. Yoxdur, canınız sağ olsun. 36-dan bunları 2 ixtisar apara bilərik. Bəli. Onlar nə? Onlar 36,12-də 7. Cavab elədir nə? Cavab elədir B variantı uşaqlar. Aydın oldu mu bu sizə? Bundan sonra gəlirik nəyə? Gəlirik 33-cü suala. 30-cu sualda nə deyir? Deyir ki, 2 saatdan birincisi 8 dəqiqədən 1. Biri 8 dəqiqədən 1 zəng çalır, biri də 10 dəqiqədən 1 zəng çalır. Bunlar birinci dəfə zəng çalır nə vaxt? İkisi eyni vaxtda 11:40-da. Sənə deyir ki, bunların 5-ci dəfə eyni vaxtda zəng çaldığı saatı tap. Deməli bunlara baxırsan, bunların əkobları nədir? 8-dən 10 əkobu. 8-dən əkobu 40-dır. Yəni bunlar hər 40 dəqiqədən bir zəng çalırlar. 11:40-ın üstünə 40 gəlsən, alarsan nə? 12:20. Üstünə 40 gəldi. 13:00. Üstünə 40 gəldi. 13:40. Üstünə 40 gəldi. Aldıq nə? 14:20. Deməli 5-ci dəfə nə vaxt zəng çalacaq? 14:20-də. Cavab yəni C variantı uşaqlar. Bu vərəqi də qoyaq qırağa. Yox, burasında yer var. Bu tərəfini yazaq. 7 dənə sualımız qaldı. 34-cü sual. Bir aşağıdakı 4/5 ölçülü düzbucaqlı verilmişdir. Ümumilikdə rəngli kvadratlar uyğun hissə 75% olması üçün neçə dənə rəngsiz rənglənməlidir? Baxırsan neçə dənə kvadrat var? 4-ün 5-ə. 4-ün 5-ə neçə dənə kvadrat var burada? 20 dənə kvadrat var. 20 dənə kvadrat var. Bunun 75% rəngli olması üçün deyir. 20-nin 75%-ni tapırsan. 20 75% nədir? 20 vur 75 bölü 100. Yəni nə? Yəni 15, yox, bir dəqiqə. Sıfırlar ixtisar gedir. 5-də 1, 15 dənə. Deməli 15 dənəsi rəngli olmalıdır. Sən baxsın neçə dənə rənglidir orada? Orada 2, 3 dənə, 4, 5, 6, 7 dənə. 7 dənə rəngli kub var, elə deyil. Bunun 15 dənə rənglənməsi üçün neçə dənə rəng lazımdır sənə? Lazımdır ki 8 dənəsi rənglənsin də. Deməli cavab nədir? Cavab C variantı. 8 dənə nə olmalıdır? Rənglənməlidir. 35-ci sual. 35-ci sualda nədir uşaqlar? Sənə deyir ki, x üstə gəl, qardaş, 18 bölü y üstə gəl, 24 bölü z. Bu bərabərdir 43-ə. Deyir, burada x-in alacaq ən kiçik qiymət, x-in ən balaca qiymətini. X-in ən balaca olması üçün deməli, bunlar nə olmalıdır? Bunlar ən böyük olmalıdır. Bunlar ən böyük olmalıdır, deməli, bu da böyük olmalıdır, bu da böyük olmalıdır. Sən indi burada götürüb biri y-ə verərsən, z-ə verərsən, z-ə verərsən ki, daha böyük olsun. Deməli, mən derim ki, z bərabərdir 1-ə. Onda burada alıram 24, üstə gəl. Y-ə deyirəm 2. 18 bölü 2 alıram 9, x də qalır yerində, bərabərdir 43-ə. Bu verir 33 üstə gəl, x bərabərdir 43. X də bərabər olur nəyə? X də bərabər olur 10-a. Deməli, cavab onda nə olur burada? Cavab burada olur C variantı uşaqlar. Baxırıq 36-cı suala uşaqlar. 36-cı sualda nə deyir? Ya Allah. Bir qrafik verilib, qrafiki diaqramda təsvir elə. Ay uşaqlar, birinci sayırsınız. A-da deməli 20 dənədir. Siz də baxın. B-də 10 dənədir. C-də 40-dır. D-də 20-dir, yoldaş. E-də də nədir? E-də də 30-dur. Bunların hamısını topla gör nə qədər edilir. Bunların hamısını toplayanda 30, 120 dənə elədir. Hamısı 120 dənə elədir. Və sənə diaqram verib. Sən bilirsən ki, diaqramın dərəcəsi 360 dərəcədir. Elə deyil. İndi baxırsan, burada 40. C-də 40-dır, hə? 40 120-nin hansı hissəsidir? 3də 1-i. Onda 360-ın bax 120 yazırsan 40-dırsa, onda 360-a nə uyğun olacaq? X.
Baxırsan bu nə olub? Bu 3 dəfə artmayıb, bu da 3 dəfə artacaq. Deməli x nə olacaq onda 120 dərəcə. Deməli C-də 120 dərəcə olan variantlar qalır. Görürsən ki, hə, hamısında 120-dir. C-yə dəymədin. C qaldı. B-də 10-dur. Yazırsan 120-də 10-dursa, deməli 360-da nədir? 360-da x-dir. Onda yazırsan 3 dəfə artıb x-də nə olacaq? X olacaq 30. Deməli B-də nə olmalıdır? B olmalıdır 30 dərəcə. Baxırsan B-də 30 hansındır? B-də hə. B-də 30 hansıdır? Yaşıl olan. A variantında bir dənə B-də 30 var, vəssalam. Vəssalam, A-da B-də 30 var. Deməli uşaqlar, burada nə edirik biz? Deməli biz burada C-ni 40 götürdük, 40 verilmişdi bizə daha doğrusu. Bu da elə nə qədər? Bu da bizə verdi 120 dərəcə. Baxıram C-si 120 olsun, C-si 120 olsun. B-si nə olsun? B-si 30 olsun. Baxıram bu da hansı variantdadır? C-si 120, B-si 30. Bu da hardadır? A variantındadır uşaqlar. Deməli burada cavab oldu nə? 36 da cavab oldu A. İndi baxırıq nəyə? İndi baxırıq 37-ci suala. Uşaqlar 37-ci sual çox sadə sualdır. 3,75-dən çıxırsan 3,74-ü alırsan nə? Alırsan 0,1. Arasında 10 dənə bölgü var deyə, 10 dənə bölgü var deyə. Nə edirik onda bunu? Bunu götürürük, bölürük 10-a. 0,1 bölürük 10-a. Bu da bizə verir 0,1. Baxıram neçə dənə A nöqtəsinə qədər gəlib? 8 dənə. Demək olacaq nə? 3,748. Cavab olacaq nə? Cavab olacaq A variantı 37-də. Gəldik nəyə? Gəldik 38-ə. 38-ci sualda uşaqlar, deməli nədir məsələ? 38-ci sualda nədir məsələ? Baxırıq 38-ə. Deməli, deyir ki, A-nı vurursan 0,3 bölünsün nə? 0,15 üstə gəl. 0,6 bölünsün 0,25 kiçikdir 130-dan. A vurulsun. Bunu vergüdən canını qutarırsan. Nə alırsan? 300 böl 15 üstə gəl nə? Bunu da 1000-ə vurursan, nə verirsən nə? 600 böl 25 kiçikdir 130-dan. A vurulsun 315-ə böləndə 20 üstə gəl 625-ə böləndə 24 kiçikdir 130-dan. A vurulsun nə? 44 kiçikdir nədən? 130-dan. Elə eləmədi. Bunu 100-ə vurduq 30, 300 elə 3. Yox, 100-ə vuranda bunu 30 edir. 1 dəqiqə. Bunu 100-ə vurduq 30 elədi. 30 böldü 15-ə bura 2 düşür. Bura 2 düşür. Hə, bu da eləyir 26. Bu da 26. Yəni nə? Yəni A vurulsun 26 kiçikdir nədən? 130-dan. Hər tərəfdə 26-ya böləndə 130 26-ya böləndə alıram nə? Alıram 5. Deməli A nədir? A 5-dən kiçikdir. Bir ala biləcək ən böyük natural qiymət. A 5-dən balacadır. Bunun ala biləcək ən böyük qiymət nədir? Bunun ala biləcək ən böyük qiymət olur nə? A-nın ala biləcək ən böyük qiymət olur 4. Cavab olur nə? Cavab olur B variantı uşaqlar. 38-də olur B variantı. 39-cu sualda. Deməli 39-cu suala gəldik. 39-cu sualda tənliyi həll elə. 3 vurulsun x plus 4 üstə gəl 4 vurulsun x plus 5 bərabərdir 33-ə. Yazıram nə? 3x üstə gəl vururam 12 üstə gəl 4x üstə gəl 20 bərabərdir 33-ə. Yazıram 7x üstə gəl 32 bərabər nəyə? 33-ə. Bir dəqiqə 3x 3'ü vurduq 4-ə 12 üstə gəl 4'ü vurduq isə 4x burada 123 deyir. Bir dəqiqə 123 həmən 130 çıxıram 123 bərabərdir 123. Öz mən də tələsdim 123 bərabərdir nəyə? Bərabərdir 123-ə. İndi nə yazıram? Yazıram 7x bərabərdir nəyə? 123-dən çıxıram nəyi? 32-ni. 7x bərabər nəyə? 1, 91. X də bərabər nəyə? 91-i bölürəm 7-yə nə alıram? 1 dəfə 21-in içində də 7 13 dəfə. Çünki 13 dəfə 7-nin 21 eləyir. Elə deyilmi? Bəli, 13 dəfə 7-nin 21 eləyir. Bu da bizə verir nə? Cavab verir C variantı uşaqlar. 40-cı sualda da uşaqlar bu həndəsə ilə bağlıdır. Deyir bir üzünə ortaq bitişik tərəfi olmayan üz aşağıdakıların hansıdır? Uşaqlar bunu qatlayanda biz görürük ki, bir şəkildən sizdən diqqətlə baxın, mən buradan çəkmədim onu. Bir üzü ilə ortaq olmayan 4-dür. Yəni cavab burada B variantıdır. Çünki digər 2 ondan ortaqlığı var. Onun tərəzidən içəri qatlayanda 3 ilə ortaqlığı var, 5 ilə ortaqlığı var, 6 ilə var, amma bir dənə 4 ilə kəsişir. Çünki elə bir 2, 3, 5, 6 nöqtələri 4-ü bütün tərəflərin toxunur. Bir ona görə qalır qıraqda. Cavab eləyir B variantı. İndi riyaziyyat izahları düşünürəm ki, sizlər üçün faydalı oldu. Siz də öz suallarınızı yoxlayın. Buna görə nəticələrinizi şərhlərdə bildirməyi unutmayın. İşiniz avan olsun uşaqlar. Hələlik.